Salam mərkəzi biz bugün sizinlə kimya 7-ci sinif iş dəftəri, birinci isə ümumiləşdirici tapşırıqlar birinci bölmənin. Gəlin baxaq, birinci sual. Su, hidrogen, oksigen, H və O simvollarını verib. Aşağıdakı maddələr üçün oxşar sxemi tərtibi. Karbon qazı karbon və oksigenden ibarətdir. Karbohidrat karbon, hidrogen, oksigenden ibarətdir. Qum, oksigen, silisyumdan ibarətdir. Yağlar isə karbon, hidrogen və oksigenden ibarətdir. Gəlin keçək ikinciyə. Maddələrin istifadəsi onların müxtəlif xassələrinə əsaslanır. A. Karandaşın ucu kağıza toxunduqda iz salması onun hansı xassəsinə əsaslanır? Təbii ki də kövrəkliyinə, müxtəlif formalı əşyaların hazırlanması onların hansı xassəsinə əsaslanır? Təbii ki də plastiklik. Mis və alüminiumda naqillərin hazırlanması bu metalların hansı xassəsinə əsaslanır? Elektrik keçiriciliyi olması, civədən termometrlərdə geniş istifadə olması hansı xassəsinə əsaslanır? Təbii ki də istidən genişlənmə. Keçdik üçüncü sualımıza. Sxemdə bəzi elementlərin adi şəraitdə halı göstərilmişdir. Elementin adi şəraitdə halı bərk, maye, qaz nədir? A-da yeri doğru göstərilən elementlər dairə al. Civə dediğim maye haldadır. Fosfor və yod bərk haldadır. Bəli. Bunu fosfor və yodu dairəyə alacaq. Maye halda olan dediği qeyri-metalı, yeganə qeyri-metal bromdur. Maye halda qaz halda olanda hidrogen, heliumdur. Kükürt bərk haldadır. Keçək B. Yeri doğru göstərilməyən elementlərin adi şəraitdə halını yaz. Dediği civə maye halda, azot qaz halında, xlor qaz halında, kükürt isə bərk halda olan elementlərdir. Sualları cavablandır. Allotropiya nədir? Allotropiya şəkil dəyişmədir. Ümumiyyətlə bir elementin müxtəlif formalarda mövcud olmasına allotropiya deyilir. Allotropiya budur və bu maddələrin isə bu maddələrə isə şəkil dəyişmə, allotropik şəkil dəyişmələr deyilir. Yəni allotropiya bir elementin müxtəlif formalarda mövcud olmasına deyilir. Baxaq B-yə. Hansı elementlər allotrop şəkil dəyişməyə əmələ gətirir? Kükürt, fosfor, karbon, silisyum, bir də oksigen. Baxın bu 5-i allotrop şəkil dəyişmələr əmələ gətirir. Kükürdən allotrop şəkil dəyişmələr bir-birinin hansı xassəsinə görə fərqlənir? Kristallik və amorf. Amorf yəni plastik. Kristallik kükürt sarı rəngdə olur. Amorf yəni plastik kükürt qonur rəngli olur. Kristallik kükürt bir də bərk halındadır. Plastik kükürt isə yəni plastik halındadır. Yəni o da bərk haldadır, amma yəni plastik, yəni rezin kimi dartılan bir plastik kükürt alınır. Bir də ki kristallı kükürt davamlıdır, plastik kükürt isə davamsızdır. Zaman keçdikcə artıq o kristallı kükürdə tədricən çevrilir. Sağ olun dostlar, hələlik kanalıma abunə olub like atmağı unutmayın.